Marco Rubio vəzifəyə təyinləş yığında Uyğurlar məsələsini alayida tilgə aldı. Amerika Tashqi ishlar Ministerlik namzati Florida shtati senatori Marco Rubio 15 yanvar vəzifəyə təyinləş guvohlik yığında Uyğurlar məsələsidəki meydanının özgərməydiganlığını bildirdi və Xitayni ən çox təhdid dedi. Grotesque human rights violations against Uyghur Muslims is an example. One of the most horrifying things happening on the planet. Marco Rubio növbətdə Tayland türməsidəki Uyğurlar məsələsini toxtunub, biz davamlıq Tayland hökumətiga bu Uyğurlarni Xitayğa qaytarıb etməslik haqida besim işlətimiz dedi. O yana Xitay hökumətinin Uyğurlarni zamanıvi qullar lageriga qamishini keskin ayıplaymiz dedi. Camps. They're being put into what they call re-education centers. They're being stripped of their identity. Their children's names are being changed. Xitay məsələsi toğrusida sual soralğanda Marco Rubio Xitay dövlətimiz ta hazırga qədər duş kelib baxmagan xəterlik və yoşurun bolğan düşmən dərəcəsidəki dövlət dedi. Communist Party of China is the most potent and dangerous near-peer adversary this nation has ever confronted. O ötken mezgillərdə Amerikanın Xitayğa tərəqqi qilayotgan dövlət dərəcəsində müamilə qılıb, ularning savdo sohasidagi aldamchilik qilmishlariga ko'z yumganligini tanqidlab, agar biz Xitay haqidagi hozirgi maydonimizni yanada o'zgartmasak, 10 yilga barmayla hayotimizdagi hamma narsada Xitoyning qo'li qaraydigan bo'lib qolamiz dedi. If we stay on the road we're on right now, in less than 10 years, virtually everything that matters to us in life will depend on whether China will allow us to have it or not.